Eğer yağ dəyişmə intervalını keçirsinizsə, indi 10.000 kilometrsə, siz sürürsünüz 17-18 bin kilometr. Həmin intervalda ola bilər mühərrikin yağının keyfiyyəti düşsün. Çünki onun bir resursu var. O resurs məsələn nəzərdə tutulub, məsələn 12-13 bin kilometr və 10 bin kilometrə, xüsusilə şəhər şəraitində lap qısa interval olmalı. Həmin o resurs istifadə olunur, mühərrik yağında artıq kimyəvi tərkibini dəyişir və artıq mühərriki lazımi dərəcədə aşınmadan qorumur, korroziyadan qorumur və o da detalların aşınmasına gətirib çıxarda bilər. Bu rəsmi servisdə 5.000-dən bir dəyişir. İndi 5-4-8 bin. Məsələn bizdə 7-8 bin. 5.000, 7.000 dediyiniz kimi 8.000, 10.000 yoxdur. Əslində bizdə yağlara, məsələn 5-30 yağ fərqi yox, 0.20, 15.000 nəzərdə tutulub, 15.000. Sadəcə 15.000 şəhər şəraitində nəzərdə tutulur. Avtomobilin ən ağır işləmə şəraiti şəhər şəraitidir. Çünki orada tıxaclar olur, daim aşağı sürətlə hərəkət edir avtomobil. O, məsələn, tutaq ki, daim siz şəhərlər arası sürsəniz, 12, 13 min, 14 min sürə bilərsiniz. Amma şəhərdə onu 2 yerə bölürlər, yarısın 8 min verirlər. Yəni, əgər 8 min şəhərdə sürürsə, siz onu şəhərlər arası rahat bir 14, 15 min, 13 min sürə bilərsiniz.